sahibkarlıq fəaliyyəti üçün iki şeydən biri lazımdır. Ya boş zaman, ya da pul. Məndə də pul yox idi, zaman var idi. Demək olar, sıfır sərmayə ilə başladım. Bütün pullarım xərclənmiş, əksinə borcum əmələ gəlmişdi. Nə bacarırdımsa, o ilə məşğul olurdum ki, pul qazanım. Getdiyin yol nə qədər psixoloji olaraq dumanlıdırsa, o zaman çətinlik çox olur. Adi bir şey də sənə çətinlik yaradır. Sən çox aydın görürsənsə, nə bilim, başqalarının belə qlobal hesab elədiyi problemləri belə aşa bilirsən. Əlilliyim olduğu üçün uşaqlıqdan başlayaraq mütəmadi olaraq hansısa çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində olmuşam və bu çətinliklərin öhdəsindən gəlmək məni axırda bir praktikada öyrənmiş bir şəxsi inkişaf mütəxəssisinə çevirdi. İlk sahibkarlıq fəaliyyət təcrübəm 26 yaşımda təxminən oldu. O zaman şəxsi inkişaf mövzusunda bir kitab yazdım. Yəni ilk belə satış təcrübəm ondan başladı və o kitab sayəsində başa düşdüm ki, necə satmaq olmur. Necə uğursuz biznes qurmaq oları ilk dəfə orada öyrəndim. Məsələn, orada mən belə çox romantik düşünürdüm. Deyirdim ki, Facebookda 5000 dostum varsa, onun hər biri məndən bir kitab alsa, 5000 satış eləyir bu. Sonra kitabın işığı görəndən sonra heç 50 nəfər orada almadığını gördükdə başa düşdüm ki, sənin hansısa bir məhsulun var olmağı bəs eləmir insanların onu alması üçün. Yəni satmağı bacarmaq lazımdır. Kitab təcrübəsindən 3 il sonra mən bankların birində çağrı mərkəzində çalışırdım. Əslində o özü də mənə çox böyük bir təcrübə oldu. Hər gün sözün əsl mənasında yüzlərlə müştəri ilə danışırdıq, qaynar xəttə cavab verirdik. Müştəri ilə işləmə təcrübəsi qazanandan sonra işdən çıxma qərarı gəldim. İşdən çıxanda təxminən 1000-2000 manat pulum var idi, amma heç bir biznes ideyam yox idi, sıfır. Sözün əsl mənasında sıfır. Düşünürdüm ki, nəsə bir iş qurana qədər bunu xərcləyərəm, bəs eləyər. Amma force major halları nəzərə almamışdım və mənə bir biznes ideyası gələnə qədər, onu gəlirə çevirənə qədər çoxdan mənim maddi çətinliklərim başlamışdı. Bütün pullarım xərclənmişdi, əksinə borcum əmələ gəlmişdi. Həmən dönəm üçün nə bacardımsa, o ilə məşğul olurdum ki, pul qazanım. Sonra artıq bir biznes ideyası axtarışına çıxdım. Əvvəlcə bir marketplace yaratmaq qərarı gəldim ki, ölkədə olan əlilliyi olan şəxslərin əl işlərini satan bir platforma olsun. Yəni mən bir təsisçi olaraq digər əlilliyi olan ustaların əl işlərini müxtəlif həm fərdlərə, həm də şirkətlərə satmağa çalışırdım və alınırdı. Bəzi xarici beynəlxalq qurumların Azərbaycan nümayəndəlikləri bizdən sifariş vermişdi və gedişatda da mən özüm də o ustalarla yanaşı, özüm də nəsə əl işi hazırlamağa çalışırdım. Sözü əsl mənasında demək olar, sıfır sərmayə ilə başladım. Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti üçün iki şeydən biri lazımdır. Ya boş zaman, ya da pul. Pulun yoxsa onu bol zamanla əvəzləyə bilərsən və alternativ üsullarla o pulu kompensasiya eləyə bilərsən. Məndə də pul yox idi, zaman var idi və il yarım bir-bir düzəldirdim də, heç bir məhsul stokum yox idi. Ehtiyatda məhsullarım olmurdu. Elə 2 dənə düzəldirdim, onu da satırdım. Gələn pulu yeni xam malın almağına xərcləyirdim. Kiçik addımlar məni çox qane edəcək bir dövriyyələrə, rəqəmlərə gətirib çıxartdı il yarım sonra. Başa düşürdüm ki, yəni insanların səndən məhsul alması üçün onun bir fərq və ya onun bir dəyəri olmalıdır. Bu dəyəri sən yaradırsan əslində də. Yəni gözləmirsən ki, insanlar desin ki, "A, nə qəşəngdir, nə dəyərlidir bu. Mən bunu alım." Belə dünya yox. Bu vaxta qədər olan aksesuar modellərini özünkiləşdirib, yeni modellər yaratdı və bu əlbəttə ki, məni artıq fərqləndirdi.
Mən Xəzər dənizindən necə qum dənələri və digər detallar toplayıb, onlardan boyunbağı hazırladığımın videosunu çəkdim. Bəlkə də yəni yanılmıram bu cümləni qurmaqdan. Yəni həyatımı dəyişəcək qədər nəticələr başladı verməyə cəmi bir neçə günün içində. Yəni yatırdım, dururdum, görürdüm bir neçə milyon baxış artıb. Yatırdım, dururdum. Video viral oldu bütün dünyada. 86 milyon baxışı var. Cəmi 8-9 aya. Oradan motivasiya alıb ikinci viral video yaratdım. Əslində o da hal-hazırda YouTube-da 6 milyon yarım baxış toplayıb. Ən çox müştəri hal-hazırda Amerika Birləşmiş Ştatlarındandır. İkinci yerdə təxminən Almaniyadır. Üçüncü yerdə isə Birləşmiş Krallıqdan sifariş olur. Çətinlik varsa da o düşüncələrdədir yalnız. Real həyatda heç bir çətinlik yoxdur əslində. Şəxsi biznesini yaratmaq və bununla kifayətlənməyib onu qloballaşdırmaq indiki qədər heç vaxt da əlçatan və asan olmamışdı. Bir ədəd telefon dostunuz bəsdir ki, sabahsı günü sizi Amerikada tanısınlar. Getdiyin yol nə qədər sənin üçün, yəni psixoloji olaraq dumanlıdırsa, qeyri-məlumdursa, o zaman çətinlik çox olur. Hal-hazırda yəni 28 mayda yəni ərazi olaraq kirayə yaşadığım mənzildə Amerikaya satış eləyirəmsə və burada hazırladığım, yəni heç bir sex yoxdur, yəni sadəcə bir eyvanımda oturub xarici ölkəyə sata bilirəmsə, demək ki, çətinliklər yalnız bizim təsəvvürümüzdə ola bilər.